Amalda MMC-nin baş direktoru Dönməz Məmmədov, Möhtərəm Prezident Ali Baş Komandan İlham Əliyev. Mən yenidən sizə müraciət etməkdə əsas məqsədim illərdir sizə etdiyim müraciətlərin araşdırılmayıb, qeyri hüquq mühafizə orqanlarına aid olmayan qurumlara işin göndərilməsidir. Mən 2 dəfə hörmətli Kamran müəllimin qəbulunda olmuşam, Ağdaş və Şabran rayonunda. 3 dəfə Fuad müəllimin qəbulunda olmuşam. Təəssüflər olsun ki, bu günə qədər də bu araşdırmalar haqqında hər hansı bir məlumat verilmir. 6 dekabr 2024-cü ildə Fuad müəllimin qəbulunda olmuşam, axırıncı dəfə ərizələri təqdim etmişəm. 17 dekabr 2024-cü ildə ərizələr baş prokurora göndərilib, oradan isə hər hansı bir məlumat yenə də yoxdur. Möhtərəm Prezident, mənim bugün məcburiyyət qarşısında qalıb sizə müraciət etməkdə məqsədim odur ki, son günlər Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt şəhər polis rəisi mənim qarşı olan illərdir edilən haqsızlığın sonu görünməməsi üçündür və yenidən keçən dəfə sizə müraciət etdim ki, bu araşdırma hüquq mühafizə orqanlarında deyil, ayrı dövlət qurumlarına göndərilir. Baş prokurorluqdan 3 dəfə, budur zəhmət olmasa, 3 dəfə Sumqayıt prokurorluğuna göndərilib, Sumqayıt prokurorluğu 3 dəfə Sumqayıt Polis İdarəsinin rəisinə göndərilib. Sumqayıt Polis İdarəsinin rəisi isə bu araşdırmanın nədənsə hüquq mühafizə orqanlarında deyil, digər aidiyyatı olmayan dövlət qurumuna göndərib. Möhtərəm Prezident, mən bildirmək istəyirəm ki, mənim istər Sumqayıt şəhər İcra Hakimiyyəti, istərsə də polis rəisi aralarında hər hansı bir inteqra yoxdur. Çox təəssüflər olsun ki, onlar mənim işimə müdaxilə edib və güya bu günə qədər də əsaslandırırlar ki, bizim xəbərimiz yoxdur. Mən bildirmək istəyirəm ki, əlimdə faktlar var. Ancaq istər Sumqayıt polis rəisi, istərsə də Sumqayıt şəhər İcra Hakimiyyəti bu günə qədər də mən bu faktları araşdırmadan geri çəkildiyimi bilməliydilər ki, kimə və nəyə görəsə bu faktları demək istəmirəm və araşdırmanı gözləyirəm. Baxın, hörmətli Fəqan müəllim, bu yazıları mən yazmamışam, nə də göndərməmişəm. Baxa bilərsiniz, təzə rəis gələndən indi orada başqa adam baxır. Özləri çağırdı, görüşdüm. Dedilər, bu aydan ümumi bir yerdə görüşəsən. Oralı buralı, biri ilə danışdılar. Ümumi söhbət oldu, göstəriş verdilər. Abotaj yaratmadan reydlər keçəcək. Yəni, yol polisi, Sumqayıt yol polisi abotaj yaratmadan maşınları, vitaları, orada qeyri-qanuni fəaliyyət göstərən maşınları cərimə meydançasına yığılsın. Tapşırdılar ki, içəri salınan maşın 3 gün buraxılmasın. Maşınların siyasını verdim. Bir yerdə idarə olunacaq. Heydər Parkının yanında. Bunu mən yenə deyirəm, xahiş edirəm, bunu mən yazmamışam. Sizə bugün o pulu verən və bu işi sizinlə əlbir hərəkət edən bir insandır. Əlavə, danışmışam, boynuma götürmüşəm ki, dəyməyin, çəkilin, özüm gəlib görüşəcəm. Hər dəfə də deyir, biz özümüz öz işimizi görə bilərik. Mənə deyirlər, sən sadəcə iş gör. Bunu mən demirəm. Sizinlə gündəlik görüşən həmin şəxs deyir. Hal-hazırda oraya rasol 2700 manatdır. Zəhmət olmasa 2700 manat başladığınız vaxtı. Son vaxtlar isə neçədirsə, onu da növbəti həftə, onu da göstərə bilərəm. Hamısının da yəni əli var. Burada söhbət istər icra hakimiyyətinin, istər də sədə polis rəisinin əli olduğu deyilir. Burada marağı olanlar var, özləri də işi aparır. İndi deyirlər, siz heç kimsiz. Bugün 1-2 manat verirlər. Hər şey hesablanıb, düşünülmüş, qurulmuş bir vəziyyətdədir. Yeganə əlavə bildirir ki, yəni Sumqayıt sakinləri daha yaxşı bilirlər ki, Sumqayıt şəhər avtovağzalının rəhbəri Şamil müəllimdir.
və Şamil müəllimi də onun öz yazdığı günahsız yerə 10 sutka içəridə yatızlığı haqqında göstərib baxa bilərsiniz. Yəni mən burada kiminsə şər böhtan atmıram və bildirirəm. Möhtərəm prezident, hörmətli baş prokuror Kamran müəllim, hörmətli Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli müəllim, bir vətəndaş olaraq sizdən xahiş və rica edirəm. Mən bilirəm ki, onsuz da mənim həyatım təhlükə altında olduğunu görürəm də. Sizdən xahiş edirəm. Əgər mənə qarşı bu təxribatlar dayanmasa, təxribatlardan biri ayın 8-də mən olduğum əraziyə qeyri-qanuni hücum olub. Bu haqda ayın 8-i 2 dəfə 102 xidmətinə zəng olunub, ayın 9-u 3 dəfə zəng elənib və hörmətli vilayət müəllimə də teleqrama vurulub. Ayın 9-u isə Kamran müəllim, sizə də, prezidentə də teleqrama vurmuşuq. Mən Azərbaycan vətəndaşıyam. Mənə gündən qarşı olan təxribatların qarşısı alınması xahiş edirəm. Onlu da, onsuz da bu işin arxasında duran insanlar bilsin ki, mən növbəti həftə əlimdə olan bütün faktlara, bütün cinayətlərin arxasında kimlər durubsa, adıyla, ünvanıyla çəkilmədən geniş surətdə mətbuata məlumat verəcəyəm. Mətbuata məlumat verəndən sonra isə prezidentə səsimi çatdırmaq üçün lazımı növbəti addımı atacağam. Möhtərəm prezident, sizə müraciət edirəm. 2018-də prezident aparatının mətbuat xidməti Sumqayıt şəhər icra hakimiyyətinin mənim başıma açdığı material, məqalə çap edilib. Mən bir daha sizə xahiş edirəm. Mən bu günə qədər bir vətəndaş olaraq dövlətimə qulluq etmişəm, qulluq edirəm və qulluq edəcəyəm. Biz, Allah rəhmət eləsin, biz dövlət və dövlətçiliyin nə olduğunu biz səngərdə bilmişik. Biz hər an, harada olduğumuz üçün dövlətə necə qulluq etməyimizi biz bilirik. Bizim üçün bugün dövlətdən vəzifə istəmirik, heç nə istəmirik. Mənim yeganə bir dənə xahişim odur ki, mənim haqqım tapdalanmasın, mənə qarşı olan haqsızlığa son qoyulsun. Mən bir vətəndaş kimi illərdir dövlətimə qulluq etmişəm. Sumqayıt şəhər icra hakimiyyəti vardır, rəhmətli Təvəkkül müəllim. Təvəkkül müəllimin dövründə Gövsər Şadlıq evində bütün idmançıların tədbirin maliyyələşdirilmişdən tutmuş, hədiyyəsinə qədər mən etmişəm. Mən bəzi şeylər var ki, açıq demək istəmirəm. Mən bilmək istəyirəm ki, bugün hansı səbəbə görə bu vəziyyətə salırım. Əgər bu kağızda göstərilirsə, ayda 2700 manat pul verirdirsə polisə ya icra hakimiyyətinə, ancaq bunun 3 qatı biz məndən alınıb. Bunu mən danmıram, əlimdə faktlar var, keçən dəfə göstərmişdim və göstərəcəyəm. Bir daha möhtərəm prezident, hörmətli baş prokuror Kamran müəllim, hörmətli Əli müəllim, sizdən xahiş edirəm, mənə qarşı olan əsassız təxribatların qarşısı alınsın və qanuni araşdırma davam etsin. Hüquq mühafizə aidatı olmayan sənədlər göndərilməsin. Buna görə də əgər bu təxribatlar dayandırılmasa, son qoyulmasa, araşdırma getməsə, növbəti həftə Allah qoysa, geniş surətdə mətbuat qarşısında prezidentə səsimi çatdırıb növbəti addım atacağımı bildirirəm. Bir daha sizdən xahiş və kömək istəyirəm.